Vüqar Biləcərinin dahiyanə bir misrasını daha analiz edirik. Dinləyək. İnsanoğlu eylesin, möcüze mümkün değil. Gecəni qarışdırmağım, gündüzə mümkün değil. Körlə gələndə göz gözə mümkün değil. Lal necə lalla danışar, kar necə kardan küsər. Lal necə lalla danışar, kar necə kardan küsər. Şair bu bənddə insanın məhdudiyyətlərini və təbiətin fundamental qanunlarını dəyişdirməyin qeyri-mümkünlüyünü, möcüzəvi olmasını, sadə lakin təsirli misallarla ifadə edir. Gəlin bu 5 qeyri-mümkün məqamı təhlil edək. 1. İnsanoğlu eyləsin möcüzə, mümkün deyil. Bu misra şairin çox dərin düşüncəli olduğunu sübut edir. Belə ki, insan möcüzə yarada bilməz. Bu, insanın qüdrətinin məhdudluğunu və ilahi qüdrətin yeganəliyini vurğulayır. Möcüzə fövqəltəbii bir hadisədir və təbiət qanunlarının yaradıcısı olan yalnız Allaha məxsusdur. 2. Gecəni qarışdırmağın gündüzə mümkün deyil. Burada şair təbiətin əbədi qanunlarına toxunur. Gecə və gündüzün bir-birini əvəz etməsi ilahi bir düzəndir. İnsan bu nizamı pozaraq gecəni tamamilə gündüzə yaxud əksinə çevirə bilməz. Bu, yaradılışdakı nizam intizamın bəşər gücündən üstün olduğunu göstərir. 3. Kör ilə kör da gəlib göz-gözə mümkün deyil. Bu misrada şair fiziki məhdudiyyətlərə işarə edir. Kör insanla göz-gözə gəlməsi, görüşməsi fiziki olaraq mümkün deyil. Bu bənzətmə həm də həqiqi əlaqənin və münasibətin mənasız vəziyyətlərdə qurula bilməyəcəyini metaforik olaraq ifadə edə bilər. 4. Lal necə lal ilə danışar? Bu, şairin növbəti qeyri-mümkün misalıdır. Danışmaq qabiliyyəti olmayan iki insanın sözlərlə danışması, ünsiyyət qurması mümkün deyil. Bu sual ünsiyyətin əlaqənin zəruri vasitələr olmadan qurula bilməyəcəyini göstərir. 5. Kar necə kardan küsər? Bu son misra ən maraqlı məqamlardan biridir. Eşitmə qabiliyyəti olmayan bir insanın eşitməyən digər bir insandan küsməsi üçün onun sözlərini ya da kədərini eşitməlidir. Əgər eşitmə qabiliyyəti yoxdursa, incikliyə səbəb olan sözləri eşitmək və buna görə də küsmək mümkün deyil. Bu, duyğu və hisslərin qavranılması üçün tələb olunan şərtlərin olmamasını vurğulayır. Şair sadaladığı bu 5 misalla bəşər gücünün məhdudiyyətini və təbiətin ilahi qanunlarının dəyişməzliyini vurğulayır. Bəndin son misraları həm də insanın sosial və psixoloji əlaqələrinin belə müəyyən fiziki şərtlərə bağlı olduğunu, bu şərtlər olmadıqda isə ən sadə insan münasibətlərinin belə qeyri-mümkün olduğunu göstərir. İnsanoğlu eylesin, möcüze mümkün değil. Gecəni qarışdırmağım,